Profilaktikası üçün nə etməliyik? Yəni bunun olmaması üçün nə etməliyik? Hovuz və dənizlərdən çıxdıqdan sonra uşağımızın başını ehmalca sağa və sola əyərək suyun axmasına imkan veririk və dəsmalı yaxşıca quruduruq. Və bunu edərkən fikir verirsiniz yalnızca dəsmalla, yəni içəriyə yad bir maddə, salfet, özəlliklə də qulaq çöpləri salmaq qəti qadağandır. Qulaq çöplərinin istifadəsi bu halda da və digər hallarda da istifadəsinə qəti icazə vermirik. Çünki bu qulağın səthini, dəri səthini zədələyə bilər. Qulaq qoruyucu rol oynayan qulaq kirini tamamən təmizləyərək baryerini də poza bilərik, qoruyucu təbəqəni də götürmüş olaraq və yaxud da tam tərsinə qulaq kirini içəriyə doğru itələmiş ola bilərik və s. və ilaxır. Bu cür hallar baş verməməsi üçün qulaq çöpünü qətiyyən bu məqsədlə istifadə etmirsiniz və yad maddədə salmırsınız. Ev şəraitində sadəcə quruluyursunuz və gərəkən hallarda yumuşaq rejimdə, yəni aşağı rejimdə fendən istifadə edərək uzaqdan tutaraq qurulaya da bilərsiniz hovuzdan çıxdıqdan sonra. Bu profilaktika. Biz xarici qulaq iltihabı keçirtmiş uşaqlar bir də hovuza girə bilərlərmi o mövsümdə? Bunu isə mütləq həkiminiz qərar verməlidir. Müalicə müddətində tam sağalana qədər xeyr, qətiyyən izin vermirik. Yəni nəm olmamalıdır, nəmliyə icazə verilmir. Amma tamamən sağaldığına həkim rəy verdikdən sonra yenə üzməyə və yaxud da dənizə, hovuza getməyə davam edə bilər.